Sədərək geyimi ilə qarşınızdayım. Mən uşaqlara görə özümə heç nə ala bilmirəm. Bax, Yusifi bütün başdan ayağa geyindirirəm, getirəm Toğrula. Toğrula alana kimi baxıram, Yusif də artıq məhv olub gedib, onu alıram. Özümə bax çatana mən uşaqların paltarları ilə yola verirəm də. Yaxşı ki, razmerlərimiz eynidir Yusiflə. Yusifin köynəklərini də sevirəm. Bax, kurtkalarını da sevirəm. Necə yaxşı qalır. Özə deyək ki, mənim sinif yoldaşlarım izləyir. Sən məni niyə geyinirsən? Bu lasinlə də yaxşı qalar. Lasinlə geyinə bilərdim. Nəysə, yaxşıdır, pis deyil. Gedirik Sədərəyə. Görək necə olacaq. Görək oradan yolkanı ucuz ala biləcəm, ala bilməyəcəm. Yeznəni də özümdən aparım. Deməli, Yeznəm gedir, mamam gedir. Bir dənə yolka alacam, Yeznə, mama, uşaqlar. Mənim uşaqlarım getmir. İnşallah Allah nəsib eləyər. Özümüzə maşın qismət olar. Elə üçümüz gedərik, gələrik. Əslində mən uşaqlarla çox getmək istəyirdim. Yusiflə Toğrulundan elə axşamdan deyə də qalıblar. Amma nəysə. Çünki o uşaqlar da gedir, bacımın uşaqları da gedəcək. Bu boydadılar. Görəcəksiniz, gör də necə.